Bismillahirrahmanirrahim. Nə üçün peyğəmbərlərin möcüzəyə ehtiyacı var? Məlum olduğu kimi, peyğəmbərlik məqamı bir sıra pak insanlara nəsib olmuş yüksək məqamdır. Dünyəvi vəzifələrə təyin edilən insanlar adətən başqaları üzərində fiziki rəhbərlik edirlər. Peyğəmbərlər isə onların ürəyinə hakim kəsilirlər. Bunun dəyəri daha çox olduğundan, bəzi insanlar özlərini yalandan peyğəmbər adlandıraraq cəmiyyətə rəhbərlik etməyə çalışırlar. Cəmaət peyğəmbərlik iddiasında olan hər bir şəxsin iddiasını qəbul etmək məcburiyyətində qaldığı təqdirdə, cəmiyyətdə hansı hərc-mərcliyin baş alıb gedəcəyini təsəvvür etmək elə də çətin deyil. Heç birinin iddiasını qəbul etməsələr, onda da azğınlığın qarşısını almaq mümkün olmayacaq. Buna görə də peyğəmbərlərin gəlməsinin zəruriliyini sübut edən dəlil, eyni zamanda onların yalançı iddiaslardan fərqlənməsini göstərən möcüzə gətirməsini də zəruridir. Deməli, hər bir peyğəmbər öz iddiasında doğru olduğunu sübut etməkdən ötürü mütləq möcüzə göstərməlidir. Möcüzə sözünün özündən də göründüyü kimi, peyğəmbərin göstərəcəyi möcüzə elə bir qeyri-adi iş olmalıdır ki, başqaları onu həyata keçirməkdə aciz qalsınlar. Möcüzə gətirən peyğəmbər həm də cəmaatı onun gətirdiyi möcüzənin bənzərini gətirməyə dəvət etməlidir. Gətirdiyi möcüzəni öz doğruluq nişanəsi kimi təqdim etməlidir ki, əgər başqaları da bacarırsa, onun kimisini gətirsinlər. Quran, İslam peyğəmbərinin əbədi möcüzəsi. Hz. Muhammed salvatullahın möcüzələri arasında Quran onun haqq olduğunu göstərən ən böyük sübutdur. Quran, bəşər düşüncəsinin fövqündə duran ilahi bir kitabdır. Bu vaxta qədər heç kim onun bənzərini gətirə bilməmişdi. O səmavi bir möcüzədir. Onun İslam peyğəmbərinin ən böyük möcüzəsi olması bu kitabın natiq, əbədi, ümumbəşər və ruhani olmasından irəli gəlir. Əvvəlki peyğəmbərlər mütləq öz möcüzələrinin yanında olmalı idilər. Çünki möcüzələrinin dili yox idi. Bunu Hz. Muhammed salvatullahın Quran-Kərimdən başqa möcüzələrinə də aid etmək olar. Ancaq Quran özü danışan bir möcüzə olmuşdu. Onu təqdim etməyə, tanıtdırmağa ehtiyac olmamışdı. O, özü-özünü təqdim edir, düşmənlərini açıq mübarizəyə səsləyir, mübarizə meydanından qalib ayrılır. Buna görə də Peyğəmbər salvatullahın vəfatından əsrlər keçməsinə baxmayaraq, Quran indi də öz varlığını davam etdirir. O həm dindir, həm də möcüzə, həm qanundur, həm də qanunun sənədi. Əbədi və ümumbəşər olmaq. Quran, zaman və məkan anlayışlarını aşaraq onların fövqündə qərar tutmuşdu. Digər peyğəmbərlərin möcüzələri, eləcə də Hz. Muhammed salvatullahın Qurandan başqa möcüzələri müəyyən bir zamanı əhatə etmiş, müəyyən bir məkan çərçivəsinə sığmış, həm də müəyyən bir qrup insan üçün gəlmişdi. Məsələn, Hz. İsa'nın beşikdə ikən dil açıb danışması, ölüləri diriltməsi müəyyən bir vaxta baş vermiş və yalnız öz dövrünə aid olmuşdu. Ümumiyyətlə, zaman çərçivəsinə sığan işlərin xüsusiyyəti odur ki, müəyyən bir vaxt türəv nəqlənirsə, zaman keçdikcə unudulur. Quran isə zaman və məkan anlayışlarını aşmışdı. Təxminən 1400 il bundan qabaq cəhalət girdabında çabalayan Hicaz mühitini necə işıqlandırmışdısa, bu gün də bizim yaşadığımız mühiti işıqlandırır. Hətta zaman keçdikcə, elm və nailiyyətlər artdıqca, orta əsrin insanları ilə müqayisədə müasir insanlar Quran həqiqətlərindən daha çox faydalanır, onun marifi ilə daha yaxından tanış olma imkanı qazanırlar. Məlum məsələdir ki, zaman və məkan anlayışlarını aşan hər bir şey əbədi və ümumbəşər olacaq. Şübhəsiz ki, əbədi və ümumbəşər olan dinin onun doluğunluğunu sübut edəcək əbədi və ümumbəşər bir sənədi də olmalıdır. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.